Bəli. Demək, dəyərli şagirdlər, deməli, nə iş görəcək bugün? Molekulyar kinetik nəzəriyyənin mövzusunu izah eləməyə çalışaram. Ondan sonra da yəni növbəti günlərdə də bunlara aid topluda olan məsələlərin izahını verməyə çalışacağım inşallah ki, imkan daxilində. Demək, başlayaq. Ümumiyyətlə, MKN nə anlama gəlir? Yəni, necə oxunur? Molekulyar kinetik nəzəriyyənin əsasları, yəni molekulyar kinetik nəzəriyyə. İndiyə qədər biz həmişə bir cisimdən danışmışıq. Məsəl üçün, əvvəl danışdıq bu cismin hərəkəti haqqında. Bu cisim bərabər sürətli hərəkət edir. Bu cisim, deyək ki, çevrə özü hərəkət edir, bərabər təcilli hərəkət edir. Sonra Newton qanunlarını cisim üzərində tətbiq elədik. Sonra hərəkətin səbəbini araşdırdıq. Yəni, indiyə qədər bütün hallarda cisim haqqında danışmışıq. Yəni, cismin hərəkəti haqqında, cismin vəziyyəti haqqında. Amma indiyə qədər cismin içində nələr var, cisim nədən təşkil olunub, onlarda baxmamışdıq. İndi də cismin içində nələr var, cisimlər nədən ibarət təşkil olunub, ona baxacaq biz. Yəni, bugün biz indiyə qədər cismə baxmışdıqsa, indi cismin içindəkilərə baxacaq. Və cismin deyək, nədən təşkil olunub sualına MKN deməli, molekulyar kinetik nəzəriyyənin 3 dənə müddəası cavab verir. Birinci müddəada deyir ki, bütün maddələr zərrəciklərdən, yəni atom və molekullardan təşkil olunub. Yəni, gördüyünüz bütün cisimlər nədən təşkil olunub? Atom və maddələrdən təşkil olunub. İkinci, bütün maddələrdəki bu atom və molekullar daim necə hərəkət edir? Xaotik hərəkət edir. Yəni, baxmayaraq ki, əlimizdəki bu cisim sükunətdədir, amma bunun içində bu cisim atom və molekullardan təşkil olunur və bu atom molekullar daim xaotik hərəkət edir, deyir. Görürdünüzmü? Üçüncü, bu maddələrdəki atom və molekullar arasında bir-biri ilə, atom və molekullar daim bir-biri ilə qarşılıqlı təsirdə olurlar. Məsəl üçün, nə dedik birinci müddəada? Atomlardan təşkil olunub, bütün maddələr. Bu maddələr, daha doğrusu, bütün maddələr atomlardan təşkil olunub və bu atomlarda daim necə hərəkət edir? Xaotik hərəkət edir və bu atomlar arasındakı qarşılıqlı təsir mövcuddur. Çalışacaq ki, bunların hamısını subut edir, əslində ediblər də. Məsəl üçün, müddəalarını subut edən hadisələrdən biri də diffuziyadır. Diffuziya nədir? Təmasda olan zərrəciklərin bir-birinə nüfuz etməsi. Yəni, maddələrin bir-birinə qarışması. Məsəl üçün, bir qaşıq şəkəri suya əlavə edirsiniz. Şəkəri qaşıqla qarışdırmasanız da bir müddət sonra onlar bir-birinə qarışır. Nə anlama gəlir bu? Şəkər molekulları su molekullarına nə edir? Nüfuz edir. Sanki, belə deyək də, noxud düşünək. Bir stəkanı noxudla dolduraq. Onun üzərində noxud töksək daşacaq, amma içinə qum dənəcikləri töksək, qum dənəcikləri noxudların arasında nə edəcək? Dolacaqdır və qum dənəsi noxuda elə ki, diffuziya, yəni qarışır. Həmçinin də şəkər molekulları da su molekullarını bu misal üzrə qarışır. Yəni, bu misallar görmək olur əslində. Deməli, diffuziya, məsələn deyir, ətir iyinin havada qarışması, şəkərin suda öz başına qarışması və s. diffuziyaya aiddir. Temperatur artdıqca diffuziyanın sürəti artar, unutmayın. Yəni, temperatur artdıqca diffuziyanın daha sürəti nə edəcək? Artacaqdır. Niyə artar? Çünki temperatur artdıqca molekulların irəliləmə hərəkəti, yəni hərəkət sürəti nə edir? Artdığı üçün. Temperatur artdıqca diffuziyanın sürəti artır. Molekular arasında məsafə artdıqca diffuziyanın sürəti yenə də artır deməkdir. Diffuziyanın sürəti, burada məsəl üçün qaz, maye və bərk maddə götürsək, bu ən böyük, əslində bunu dəyişərsiniz özünüz üçün, ən böyük diffuziyanın sürəti qazlardadır, sonra mayelərdə, sonra da bərk maddələrdə. Təbii ki, səbəb
hansı maddələr arasında, hansı aqreqat hallarda molekul arasında məsafə böyükdürsə, orada diffuziyanın sürəti daha böyük olur. Havadakı daha çox, mayedə ondan biraz az, bərkdə mayədən də azdır məsafə. Nə demişdik? Diffuziyanın sürəti arasındakı məsafədən nədir? Asılıdır. Sonra gəldik Brown hərəkəti. Brown hərəkəti də əslində ikinci diffuziya nəyi sübut edir? Yəni Brown'u deyim, ondan sonra da deyəcək onların ikisində. Brown hərəkəti maye və qazlarda asılı halda olan yad hissəciklərin hərəkətidir. Baxın, nə deməkdir? Brown hərəkəti maye və qazlarda asılı olan yad hissəciklərin hərəkətidir. Brown alim adıdır. İlk dəfə bitkilər üzərində işləyən alim olub. Düşünün ki, suda mikroskopla suyun daxilinə baxırmış, yəni suya baxırmış, çiçəyin tozlarını müşahidə edilmiş və baxır ki, müəyyən bir yad hissəcik var. Tutalım ki, düşünək ki, çiçəyin bir saplağı mikroskopla görür və bu saplağa baxır ki, sanki nələrsə bu saplağa zərbə endirir. Həmən saplağa deyək ki, yad hissəcikdir. Bu yad hissəciklərə nəsərsə zərbə endirir və bu yad hissəcik başlayır zigzagvari hərəkət eləməyə. Məsəl üçün, buradakı yad hissəcik buradadırsa, başlayır sürüşür bu tərəfə ya da hərəkət edir bu tərəfə, sonra sola, sonra sağa. Və baxır ki, hər tərəfə öz başına başlayır hərəkət etməyə. Və sonra da sübut edir ki, bu yad hissəciyin hərəkəti molekulların nizamsız hərəkətindən irəli gəlir. Məsəl üçün, çiçəyin saplağı su daxilindədir. Su molekulları nizamsız hərəkət etdiyindən və su molekullarının qarşısına bu çiçək saplağı, yəni yad hissəcik çıxanda ona bir zərbə endirir və başlayır, baxın, bu formada zigzagvari nə etməyə? Hərəkət etməyə. Ona görə də biz bu hərəkətə nə deyəcəyik? Deməli, Brown hərəkəti. Baxın, əslində Brown hərəkətində diffuziyada ikinci müddanı sübut edir. Yəni, molekullar daim xaotik hərəkət edir. Fikir verirsizmi? Yad hissəciklərə zərbələr endirməsi su molekulların daim xaotik hərəkət etməsinə uyğun gəlir. Ya da ki, deyək ki, bir qaşıq suyu, daha doğrusu bir qaşıq şəkəri suya atsa, şəkərin öz başına qarışması atom və molekulların daim hərəkətdə olmasından irəli gəlir. Ona görə də daim onlar hərəkətdə olur ki, onlar bir müddət sonra onlar bir-birinə nədir? Qarışır. Maddələri qızdırdıqda o genişlənir. Bəli, maddəni qızdırsaz, o genişlənəcəkdir. Məsələn, paltar qırışkən ütü ilə ütüləsəz, başlayır paltar genişləməyə, yəni düz olmağa, genişləməyə. Məsəl üçün, təbii ki, əgər bir maddəni qızdırsan, onun həcmi nə edəcək? Artar, onda onun sıxlığı nə edir? Azalır. Bu nədən irəli gəlir? Çünki maddələr daha doğrusu maddə qızdırdıqda maddə özü genişlənir. Genişlənir, kütlə dəyişmir. Və məsələ nədir? Molekul arası məsafə daha böyüyür. Molekul arası məsafə böyük olmasından həcm böyüyür. Həcm böyüdükcə də sıxlıq nə edir? Azalır. Deməli, MK-nin müddalarının üçüncüsü zərrəciklər arasındakı qarşılıqlı cəzb etmə və itələmə təsirlərinin olması. Yəni, üçüncü müdda nə idi? Zərrəciklər arasındakı itələmə və qarşılıqlı təsir nə idi? Mövcud idi. Ona biz baxacaq. Mövcud idi. Onu indi sübut edəcək. Məsəl üçün, iki qurğuşun parçasını sıxıb bir-birinə yapışması, iki qurğuşun parçasını sıxırıq belə məngənə ilə, bir də baxacaq ki, onlar bir-birinə yapışır. Niyə yapışıb bunlar? Çünki molekullar bir-birini cəzb edir. Onda sual versələr ki, bunlar arasında molekulların hansı tip təsiri vardır? Biz də deyəcək ki, cazibə təsiri. Ya da ki, bir yay düşünün, yayı dartırsınız, yay əlinizi yaxınlaşdırmaq istəyir. Hansı qüvvədir o? Təbii ki, elastiklik qüvvəsi. Və burada molekulların hansı təsiri mövcud olur? Deməli, dartırsansa yayı cazibə, sıxırsansa yayı itələmə təsiri nədir? Mövcud olur. Bu biz bilirik. Deməli, bəzi yeni fiziki kəmiyyətlərlə tanış olaq. Birinci, atom kütlə vahidi.
Bunlar bizə lazım olur uşaqlar. Mütləq bunları bir mən burada izah edə siz də öz üçün qeyd edin ki, bunları yazın, öyrənin. Ondan sonra tətbiq edin məsələlərə. Bəli, atom kütlə vahidi. Bir atom kütlə vahidi karbon atomunun kütləsinin 12'də 1'nə olan kütləsinin 12'də 1'nə 12'də 1'nə bərabər olan fiziki kəmiyyətdir. Yəni karbon atomunun kütləsinin 12'də 1'i bir atom kütlə vahidi adlanır. Nisbi atom kütləsi nədir bəs? Maddənin bir atomunun karbon atomunun 12'də 1'nə kütləsinin 12'də 1'nə olan nisbətinə bərabərdir. Atom kütlə vahidinin vahidi yoxdur. Daha doğrusu nisbi atom kütləsinin vahidi yoxdur. Maddə miqdarı nədir? Maddə miqdarı 12 qram ya da %12 kiloqram, mində 12 kiloqram karbon atomunda olan zərrəciklərin sayıdır. Və Avogadro araşdırıb ki, həmən bu qədər karbon atomunda, yəni 1 mol atomunda, yəni əslində 1 mol atomda 6 vurulsun 10 üstü 23 sayda nə var? Atom var. Bu saya Avogadro sabiti deyiblər. Avogadro sabiti 6 vur 10 üstü 23 1 bölüsü mol. Yəni Avogadro sabitinin vahidi nədir? 1 bölüsü moldur ya da mol sü mənfi 1. Molyar kütlə 1 mol miqdarda götürülmüş maddənin kütləsidir. Molyar kütlənin düsturu bir atomunun kütləsinin Avogadro sabitinə vurması və molyar kütlənin vahidi görürsünüz ki, kiloqram bölünsü moldur. Buradan görürük ki, maddənin kütləsi kiçik n, m0 vurulsun nədir? N'dir. Yəni bir atomunun kütləsinin sayına olan hasili maddənin kütləsi, bir atomunun kütləsinin Avogadro sabitinə olan hasili molyar kütlədir. Görürsünüz. Maddə miqdarı, bayaq dediyimiz kimi, buradan düsturu veririk. Maddə miqdarının düsturlarını yaza bilərik. Nu ilə hikayə olunur maddə miqdarı. N böl Na, kiçik n böl böyük n, sayı böl Avogadro sayı, sabiti, kütlə böl molyar kütlə, maddə miqdarında vahid nədir? Moldur. Ümumiyyətlə, mol sayı ifadə, miqdarı ifadə edir. 1 mol atom nə anlama gəlir? 6 vurulsun 10 üstü 23 sayda atom anlamına gəlir. Buradan da görürük əslində. Atomların ümumi sayını tapsa, atomların ümumi sayını tapıram. Oradan n bərabər nu na, nu'nun yerində kiçik n böyük n vur na. Yəni tapa bilərik və birazdan buna aid bir nümunə yazacağıq. Atomların sayını, məsəl üçün bizə verib ki 1 kiloqram ya da nəsə hansısa bir maddə verib, orada nə qədər atom vardır və ya bu nə qədər sayda molekul vardır. Buna biz baxacağıq. Deməli belə. Konsentrasiya vahid həcmdə olan zərrəciklərin sayına deyilir. Yəni nə anlama gəlir? Bir vahid həcmdə olan molekulların sayını, yəni 1 kubmetrdə nə qədər sayda atom varsa, buna deyirik biz konsentrasiya. Məsəl üçün, deyək ki, bura otağın həcmi, misal üçün, 20 kubmetrdir və 10 nəfərik, onda sayımız 10 böl 20 nə anlama gəlir? 10^5 metr kub. 1 bölüsü metr kuba uyğun gəlir. Baxın, bu belə ifadə edə bilərik. Və n bərabər n böl v-dir. Deməli, n-in yerində də nu vur, yəni maddə miqdarı Avogadro sabiti böl həcm və nu-nun yerinə təzdən kiçik n böl böyük n vur na. Buradan da fikir versəz, burada bir dənə mexaniki səhvə yol vermişik. N böl v-yə rho deyəcək. Rho vur na böl böyük m olacaqdır. Və maddənin sıxlığı isə m böl v-dir. M0, yaxın bayaqki maddənin kütləsini yazmışdıq. M0 vur n böl v. N böl v-yə də nə yazacaq? Konsentrasiya. Onda M0 vur nə olacaq? N olacaqdır. Konsentrasiyanın vahidi nə oldu? 1 böl metr kubu ya da ki metr üstü mənfi 3 anlamına gəlir.
oxşar düsturları bir yerde yazmaq istədim. Yadınızda, yəni qarışdırmayası. Molyar kütlə M0'ı Avogadro saya vurdum, Avogadro sabitinə. Kütləni M0 vur N kütlə verir, M0 vur konsentrasiya sıxlığı verir. Gəlin indi bu nümunəni yazaq, dəyərli şagirdlər. Siz istəyirsiniz burada videonu saxlayın, özünüz yazmağa çalışın, ondan sonra baxarsınız. Yaxşı. Mində 11 kilogram, deməli nə verir mənə? Mində 11 kilogram karbon qazı verir, kütlə verir mənə. 0, mində 11 kilogram. Karbon qazında olan oksigen, karbon atomların sayını və karbon qaz molekülların sayını nədir? Tap. Gəlin baxaq, tapaq. Demək, burada böyük M-i də verir bizə 0,44 kilogram bölünsün mol. Avogadro sayı da verib 6 vur 10 üstü 23. 1 bölünsün nə mol. Sual nədir? Birinci nəyi tapacaq? Oksigenin sayı, N oksigenin sayı, sonra N karbonun sayı, sonra N CO2 molekulun sayı. Ümumiyyətlə sizə deyim ki, bu maddələr nə formada düzülür? Məsələn, sanki belə düşünək, bir stəkan su götürdüm məsələn, baxın belə bir stəkan su götürdüm. Mən bu mikroskopla bu suya baxsam, molekulların ölçüsünü görə bilən təbii ki, mikroskopla baxsam, bu maddəni necə görərəm orada? Əslində, biz su maddəyə baxdıqda onun molekullar nədir? Şəklində görə biləcək. Yəni, misal üçün deyirəm, indi bir su molekullarına baxmışam, sanki, məsəl üçün deyirəm, atıram məsələn bunu. Sanki bu qədər suyun içərisində 5 dənə suyun formulu nədir? H2O. 5 dənə, yəni fikir verin, nədir? H2O. Yəni bir molekul 2 dənə hidrogen atomundan, bir dənə oksigen atomundan ibarət. Yəni mən bunu, belə deyək də, H2O-lar şəklində bu maddələr düzülüb. Gördünüz mü? Məsəl üçün mən bu suya mikroskopla baxsam, böyüdüm sizin üçün, olmadı, heç olmaz. Mikroskopla baxsam, görürəm ki, neçə var? 4 dənə H2O var. Neçə molekul var? 4 dənə. Deməli, molekulların sayı nə qədərdir? 4 dənə. Bəs hər molekulda neçə hidrogen var? 2 hidrogen. Onda 8 dənə hidrogen atomu var. Və neçə atom vardı? Daha doğrusu neçə molekul idi? Yəni, belə düşünək. 4 dənə H2O. Burada neçə molekul var? 4 dənə molekul. Neçə hidrogen atomu var? Bir molekulda 2 hidrogen atomu var. 4 vur 2, 8 hidrogen və 4 də oksigen atomu var. Yəni, bu məsələdə nə etməliyik? Birinci, molekulların sayını tapmalıyıq. Sonra molekul içinə baxacaq ki, nə qədər sayda kim var, onu biz gözəl həll eləyə biləcək. Yəni, yaxşı. Yaxşı, baxarıq. Birinci, taparam ki, mində 11 kilogram, yəni %11 kilogram karbon atomunda nə qədər oksigen vardır? Nə qədər oksigen vardır? Onda N, daha doğrusu nə qədər molekul vardır? Üzrüm, nə qədər molekul vardır? Onda kiçik M, böyük M, bu nə? Na. Bu oldu 0,11 kilogram. 0,044 kilogram bölünsünə mol. Vur 6 vur 10 üstü 23. Bu da eləyəcək 15 vurulsun 10 üstü səhv eləmirəmsə 24. Yəni nə var? 15 vurulsun 10 üstü 24 dənə nə var? CO2 molekul var. Yəni, baxın, neçə dənə? 15 dənə vur 10 üstü 24 dənə CO2 molekul var. Hər bir molekulda bir karbon var, 2 oksigen var. Onda deyə bilərəm ki, 15 vur 10 üstü 24 dənə CO2 varsa, elə karbonun sayı da C-lerin sayı qədərdir. NC də elə buradan yazıram. Elə bu qədərdir. Bəs oksigen nə qədərdir? Təbii ki, bir molekulda 2 oksigen varsa,
15 vurulsun 10^24 molekul varsa onun 2 misli olacaqdır oksigen. Yəni NO2'miz olacaq nə? 30 vurulsun 10^24 olacaqdır. Bu 1,5 olacaq uşaqlar. 1,5 vurulsun 10^24 olacaq. 3 vurulsun 10^24 olacaqdır. Oldu? Bu belə. Nə sual olsa yenə də belə deyək, yorumlarda yazarsınız. Ola bilər ki, məsələn, mexaniki səhvlərə də yol verək, onu da yazarsınız. Necə anlayırsınızsa onu da yazarsınız. Və fikrinizi yazsanız daha yaxşı olar. Baxın belə. Deməli, ideal qaz. İndi baxın, ideal qazı öyrənəcək. Nədir ümumiyyətlə? İdeal qaza baxacaq. Bu nədir? İdeal qaz əslində necə deyərlər, ideal insan olmadığı kimi ideal qaz da yoxdur. Və yaxşı, bu nədir bu ideal qaz? Sadəcə yoxdur, sadəcə modeldən istifadə edilir. Ümumiyyətlə sizə deyim ki, ideal qaz odur ki, ideal qazı elə modelləşdiriblər ki, deməli, qazların əslində atom və molekulların həm hərəkəti var, yəni xaotik hərəkət edir, həm də qarşılıqlı təsir qüvvəsi var, yəni qarşılıqlı təsir enerjisi var. Yəni hərəkəti varsa, kinetik enerjisi var, qarşılıqlı təsiri varsa, deməli qarşılıqlı təsir enerjisi, potensial enerjisi var. Amma ideal qaz modelində molekullar o qədər bir-birindən uzaqdır ki, qarşılıqlı təsir enerjisini sıfır hesab edirlər. Ona görə də biz ideal qazı belə düşünəcəyik. Çox seyrəkdilər atomlar, aralarındakı, yəni onlar arasında potensial enerji sıfırdır, amma kinetik enerji vardır. Onu belə düşünəcəyik. Yaxşı? Deməli, bir də təkrarlayacağım. İdeal qaz olur ki, o molekulların kinetik enerjisi var, amma aralarındakı potensial enerji sıfırdır. Bu bizə lazım olacaq irəlidə. Bəli, molekülər kinetik nəzəriyyənin əsas tənliyinə baxacağıq. Molekülər kinetik nəzəriyyənin əsas tənliyi, buna Clausius tənliyi deyirik. Clausius tənliyi biz 1/3, təbii Clausius tənliyi təzyiqi ifadə edir uşaqlar. 1/3 m0n v kvadratı, m0n-ə nə demişdik? Rho demişdik. 3/1 rho v kvadratı, rho'nun da yerində m bölü v yazmışam. Bir də 3/2 n y k almışam. İndi inşallah ki siz belə deyək də, buradan 3/2 n y k-nı necə almışam, onu sizə istiqamət verim. Siz özünüz evdə tapın. Məsələn, olsun. Fikir verin, n vurulsun v kvadratı, yəni n vurulsun v kvadratına 2y k yaza bilərəmmi? mv kvadratı bölü 2 deyil. Baxın, kinetik enerji mv kvadratı bölü 2'dir. mv kvadratının yerine de 2y k yazın. Bakın, mv kvadratının yerine 2y k vurulsun n vurulsun 3'ten. Bu da onu aldı. Bu da onun grafikləridir. Gəldik temperatur nə? Şkalaları. 3 dənə temperatur şkalası var, əziz balalar, əziz şagirdlər. 3 dənə daha doğrusu yoxdur, çoxdur, amma sadəcə biz 3'ünü öyrənəcəyik. Celsius şkalası, Kelvin şkalası, bir də Fahrenheit şkalası. Ümumiyyətlə, temperatur şkalalarını bir-biri ilə suyun qaynama və donma temperaturu ilə əlaqələndirirlər. Məsələn, tutalım ki, biz dərəcə Celsius şkalasında suyun donma temperaturu, yəni deməli, suyun donma temperaturu nə qədərdir? Baxaq, bilirik ki, baxın, su donma temperaturu neçə dərəcə? 0 dərəcə Celsius. Bir də qaynama temperaturu nə? 100 dərəcə Celsius. Görürsünüzmü? 0 dərəcə Celsius neçə Kelvindir? 273 Kelvin. O deməkdir ki, Kelvin şkalası Celsius'dan 273 vahid qabaqdadır. 100 dərəcə Celsius isə 273 üzərinə gəlsəm 373 olacaqdır. Və nə anlamı gəlir? Artıq mən buradan gördüm ki, Celsius ilə Kelvin şkalasını T ilə işarələ, böyük T ilə bərabərdir. Celsius plus nə? 273'dür. Görə bilirsiniz bunu? Görə bilirsiniz yəni ki.
Demək, 0 dərəcə Celsi 273 Kelvin və neçə Fahrenheit? 32 Fahrenheitdir. Nə anlama gəlir? Tutalım ki, su neçə dərəcə Celsidə donur? 0 dərəcə Celsidə neçə Kelvində donur? 273 Kelvində neçə Fahrenheitdə donur? 32 Fahrenheitdə. 100 dərəcə Celsi 373 dərəcə Kelvində 212 Fahrenheitdə qaynayır deməkdir. Anladın mı? İndi mən bunlar arasında bir əlaqə quracağım. Bu əlaqəni biləndən sonra bütün temperatur məsələlərini rahatlıqla həll edə biləcəyik. Yaxşı. İndi məsələn mən deyirəm ki, burada bir nöqtə seçək. Məsəl üçün dərəcə Celsidə bir nöqtə, buna Tx deyirəm, buna böyük Tx deyirəm, buna da Fx deyirəm. Düzdürmü? İndi bu dərəcə Celsinin sıfırla, yəni donma ilə arasındakı fərq Tx çıx nə? 0, değil mi? Tx çıxısı nə? 0 yazıram. Bölünsün arasındakı, baxın, qaynama ilə arasındakı fərq nədir? 100. Bunu da Tx çıx 273 yazaram, görsün mü? Bu sıfırdır. Bu isə Tx çıx 273 bölünsün. Yenə də donma ilə qaynama arasındakı fərq 100. Fahrenheit'e baxaq. Fx çıx 32 bölünsün donma ilə qaynama arasındakı fərq 180'dir. Baxın, bunlar bir-birinə bərabərdir. Gördünüz mü? Tutalım ki, dərəcə ilə nə arasında? Kelvin arasında. Bu ifadə bərabərdir. Yüzlər gedər. Onda Tx nəyə bərabər olar? T plus nə? 273 kimi görə bilər. Bayaq da biz demişdik. Değil mi? Sonra biz buradan T nədir burada? Mütləq temperaturdur. Yəni Kelvin şkalasına həm də mütləq temperatur deyirik. Vahiddə nədir? Kelvindir. Fahrenheit isə 5/9 T plus 32. Burada oradan gəlir. 5/9 T plus 32. Yəni dərəcəni nəyə çeviririk? Fahrenheit'e çevirək. Bu da Fahrenheit'i dərəcə çevirək. Bu da tərsidir. Yəni birini hesablasaz, yadda saxlasaz, əslində bunların hamısı budur. Bu cədvəldir. Onu unutmayın. Bu cədvəli mütləq yadınızda saxlayın. İndi delta T böyük delta T. Yəni kiçik dərəcə Celsinin dəyişməsi Kelvinin dəyişməsinə bərabərdir. Baxın, özləri bərabər deyil, amma dəyişmələri eynidir. Amma Fahrenheit'in dəyişməsi temperatur Kelvinin və dərəcə Celsinin dəyişməsindən 1.8 dəfə nədir? Böyükdür. İstəyirsiniz, baxaq. Məsələn, deyək ki, misal üçün deyirəm. Misal üçün yox, elə odur. Qaynama ilə, məsəl üçün, belə deyək, qaynama ilə donma arasındakı fərq 100'dür. Burada 100'dür. Görürsünüz, dəyişmələr bərabər, dəyişmə bərabərdir. Amma burada isə dəyişmə nə qədərdir? 180'dir. Fikir verin, burada dəyişmə 180, bu ikisində 100, 180 100'dən 1.8 dəfə böyük olur deməkdir. Orta kinetik enerji. Orta kinetik enerjini biz bilirik ki, deyək ki, ideal qazın orta kinetik enerjisi yalnız onun temperaturdan asılıdır. Unutmayaq. Bir qazın kinetik enerjisi yalnız onun nəyindən asılıdır? Temperaturundan asılıdır. Təbii ki, qazın kinetik enerjisi deməyək uşaqlar, molekulların kinetik enerjisi, hətta orta kinetik enerjisindən danışacağıq. Orta kinetik enerjisi nədən asılıdır? Yalnız temperaturdan. Temperaturla düz mütəmsil. K'ya nə deyirik? Boltzmann sabiti. Kanı tapdıq buradan. Boltzmann sabitinin vahidini Joule/Kelvin kimi yaza biləcək. Kanın qiyməti 1,166, 10⁻23 Joule/Kelvin nədir? Kelvindir. Universal qaz sabitini necə tapırlar? Boltzmann sabitini Avogadro sabitinə vurmaqla. Bu da təqribən 8, vahid də Joule/Kelvin vurusu nə? Moldur. Orta kvadratik sürətin ümumi düsturlarını yazmaq üçün əvvəlki MHK-nin əsas tənliyini yazaq. Yəni, orta kvadratik sürətin düsturları orada bir təzyiq düsturunda, yəni fikirlərin burada var, görürsünüz, buradan taparıq, yəni yığacam eləcək. Sanki sizdə həmən o yığılmış düsturları say olaraq öz beyninizdə formalaşdırın və sual verəndə də bilin ki, neçə dənə düsturunuz var.
Bir buradan V'ni tapacağıq, bir buradan V'ni tapacağıq. Onsuz da V'ni buradan tapdıq. Sonra 2'də 3 KT-ni, kinetiki MV kvadratı bölü 2'ye bərabərləşdirib oradan V'ni tapa bilərik. İstəsək V bərabərdir nə olacaq? Kök altında MV kvadratı bölü 2'dən nə gəldi? MV kvadratı bölü 2'dən V'ni tapsaq 2 YK bölü M0. YK'nın da yerində 2'də 3 KT yazsaz bu alar. Sonra M0'ın yerində bölü M bölü NA yazacaqsınız. Bölü M bölü NA, K vur NA R verir. 3 RT bölü 3P bölü R'nu bakın buradan tapacaqsınız. Görürsünüz mü? V'ni tapdıq. 3P bölüsün R K üstənliyində. Sonra R'nun da yerində nə yazmışam? M bölüsün nə? V yazmışam. Yaxşı. Bakın buradan biz görə biləcəyik. Qərarlaşmış təzyiqə baxaq. Nə deməkdir qərarlaşmış təzyiq? Qərarlaşan təzyiq. Bunu biz birinci anlayaq. Məsəl üçün 2 dənə balon düşünün. Bu balonlar arasında bir kran var. Bu balonlar arasında ne var? Kran var. Burada da bir gaz var. Burada da gaz var. Tabii ki gazların təzyiqləri, baxın təzyiqləri fərqlidirsə, mən kranda açsam, təzyiqi böyük olandan kiçik olana gaz axacaqdır. Onda sonunda təzyiqlər bərabərləşənə qədər bu axın necək davam edəcək. Və sonunda axın dayanan kimi təzyiqlər bərabər olacaq. Həmən təzyiqi nə edəcəyik? Biz qərarlaşmış təzyiq. Misal üçün, mən bunun təzyiqini tapdım P, 2P, bunun təzyiqini tapdım 4P. Məsəl üçün. Onda kranda açsam, qaz hardan hara axın edəcək? Təbii ki, təzyiqi böyükdən kiçiyə. Yəni, sağdakı qabdan soldakı qaba axın edəcəkdir. Sağdakı qabdan soldakı qaba axın edəcəkdir və ikinci qabdakı təzyiq nə edəcək? Azalacaq, birinci qabdakı təzyiq artacaq, sonunda nə edəcək? Bərabərləşəcəkdir və axın dayanacaqdır. Və həmən qərarlaşmış təzyiq P1 V1 plus P2 V2 böl V1 nə? Plus V2'dir. Değil mi? P1 V1, P2 V2 böl V1 plus V2'dir. Bu kadar. Bugünkü yok, bunu da yazım sizin için. İdeal qazın hal tənliyi, sonra qaz qanunlarına sonra baxacaq. Deməli, ideal qazın hal tənlikləri, Mendeleev-Clapeyron tənliyi, bilirsiniz. Deyir ki, PV bərabər nÜRT. Bunu yadda saxlamaq üçün həmişə uşaqlara deyirəm ki, belə düşünək. Pulun varsa nə rahat. Belə bir kimləsə eşitmişdim bunu əslində. Bu daha yadda qalması üçün daha yaxşıdır. PV bərabər nə? nÜRT-dir. Nü nədir? Maddə miqdarı, qaz sabiti, universal qaz sabiti, bu da temperaturdur. Nünün yerinə də M böl bölüm RT yaza bilərsiniz. Bu Mendeleev-Clapeyron tənliyində uşaqlar. Mən burada düsturlar çıxarmışam. Sizdə burada baxın, amma sonunda özünüz çıxarın. Özünüz çıxardığında, bilməzsinizsə yenə də öyrənin, baxın. Amma mütləq çıxarın. Mütləq çıxartsanız, çünki məsələlər daha rahat olacaqdır. P bərabər nə? nÜRT böl V. Nünün də yerində nə yazaram? M böl, belə deyək, bölüm, RT böl V qaldı. M böl V'yə nə yazdım? Rho yazdım. Onda Mendeleev-Clapeyron tənliyi belə də ifadə oluna bilər. P bərabər ρRT bölünsün nə? Böyük M. Yəni P bərabərdir, ρRT bölünsün nə? Böyük M. Buradan da Rho-nu tapmışam. PM bölünsün RT. Görürsən mi? Rho T ilə tərs asılı olsa P sabit, Rho P ilə düz olsa T sabit anlamına gəlir. Biz P'nin NKT düsturunu orada yazmışdıq. Clausius tənliyində. Orada da çıxarmışdıq. Buradan da NKT olduğunu sübut edəcək. P bərabər ρRT böl M-dən, R'in yerində Boltzmann sabiti KNA, Rho M0 vurun, M0 NA və bərabər nəyə? NKT-yə olduğunu görürsünüz. P bərabər NKT-ində P böl KT. Gördünüz mü? Rho da T ilə tərsdir, N də T ilə tərsdir, P sabit olur. Yəni, izobar deyəcək buna. M P ilə düzdür, Rho da P ilə düzdür, temperatur sabit olanlar. Bunu biz bura qrafiklərdir, görürsünüz. Demək, izoproseslər. İzoproseslər. Bunu da deyim elə 3 dəqiqəyə, 5 dəqiqəyə çox bir bəsitdir. Ümumiyyətlə, belə düşünəcəyik, gözəl bağlar. Bütün qazlar üçün PV bölünsün, T sabit, PV bölünsün
T nisbəti sabit ədəddir. Məlumat verir. Təzyiq vur həcm bölünsün temperatur sabit ədəddir. Bütün bu qaz qanunlarını, indi burada neçə kəmiyyət var? 3 kəmiyyət. Təzyiq, həcm, bir də temperatur. Məsəl üçün 3 dənə qanun var. Biri izotermikdir, temperatur sabit. Biri izoxordur, V sabit. Biri izobardır, P sabit olduğunu baxaraq. Gəlin baxaq. Demək, birinci, gəlin bununla bağlı bir neçə dənə məsələləri aydınlaşdıraq. Yazmışıq ki, qaz qanunlarının bütün 3 proseslərində qazın kütləsini sabit götürməliyik. Yəni, bütün qaz qanunlarında qazın kütləsi sabit olacaqdır. Bu bir. Onda bütün proseslərdə, məsəl üçün, qazın kütləsi M0 vur M deyil. Onda qazın kütləsini sabit versə, ondaki say da sabit deməkdir. Qazın kütləsini sabit verməsi, say da sabitdir, maddə miqdarı da sabit olması deməkdir, molar kütlə də sabit olması deməkdir, eyni qaz üçün, təbii ki. Yəni, qazın kütləsi sabit olması, kütlə, molar kütlə, say sabit deməkdir, bunu biz bilirik. İzotermik proses, Boyle-Marriott qanunu, görürsünüz? İzotermik proses nədir? Deməli, temperatur sabitdir. Təbii ki, özü üçün qeyd edilir. Həm də M də konstantdır burada. Nə demişdik? PV bölünsün nə? T bərabər nə? Konstantdır. Burada nə sabit? T konstant. T konstantdırsa PV bərabər nə? Konstant. Görürüz mü? Bax, bunu buradan alır. Yəni, PV bərabər bir konstant olması üçün onda P ilə V tərs asılır. Çünki P artanda V azalmalıdır. Düzdür mü? Burada P2 böl P1, V1 böl V2-yə bərabərdir. P böl rho. Məsəl üçün, burada rho-nu necə daxil edib? V-nin yerində nə yazaram? M böl rho. M böl rho bərabər nə? Konstant. Onda M konstant, onda P böl rho da konstant. P böl rho konstant olması onda T sabitdir deməkdir. Yəni, P ilə rho necə mütənasib olar? Düz asılı olacaq. Görürsünüz mü? Bir də, izotermik prosesdə temperatur sabitdir. Temperatur sabitdirsə, kinetik enerji də sabit. Nə demişdik? Orta kvadratik, orta kinetik enerji, molekulların orta kinetik enerjisi yalnız temperaturdan asılı idi. Yəni, izotermik prosesdə bunu elə buradan beynimizə yazaq ki, həm temperaturu sabitdir, həm də kinetik enerji sabitdir deyə biləcək. İkinci, izoxor proses. İzoxor proses Charles qanunudur. Charles'dır, alim adıdır. Bunlar da düşür uşaqlar, hansı qanunu deyil. Yenə də öyrənin. İzoxor proses, deməli, V konstantdır izoxorda. İzoxorda V konstantdır. Ümumiyyətlə, gəlin belə bir deyək də, bunu yadda qalsın deyək. İzo sözü sabit deməkdir. Sabit deməkdir. Xor sözü də həcm deməkdir. Yəni, həcm sabitdir. Amma yenə də kütlə, bütün qaz qanunlarında kütlə sabitdir. Onda rho nəyə bərabərdir? M böl V. Kütlə də sabit, izoxorda V də sabit, onda rho da konstant. Həm də rho konstant isə konsentrasiya da sabitdir. Həcm də sabit. Gördünüz mü? Buradan da bunu beynimizə yazaq. Əgər izoxor prosesdə kütlə sabitdir onsuz da, V konstantdır, rho da konstant, konsentrasiya da konstant. Buradan elə beynimizə yazırıq. Yaxşı mı? Onda gələk bu PV bölünsün T-ni açaq görək burada nə var? PV bölünsün nə? T bərabər nə? Konstant. Düz. Onda V konstantdırsa, baxın V konstantdırsa, onda V-ni silsək, P böl T bərabər nə? Konstant. Onda P ilə T necə mütənasib olur? Düz asılı. Gördünüz mü? Düz asılı. Onda P2 böl P1, T2 böl T1 qrafiki ilə görə biləcəyik. Burada da qrafiklər görürüz. PT ilə necə mütənasib? Düz asılıdır izoxorda. PV ilə V sabitdir, görürsünüz. Burada da V sabit, çünki izoxordur. İzoxorda rho N P ilə T-dən asılı olmaz. Çünki izoxor prosesdə sıxlıq asılı olmaz. Konsentrasiya. İzobar proses qeyri-Lüssat qanunudur həm də. Yenə də verilmiş kütlə yazanda onda PV bölünsün T konstant yazırım. Baxın, yenə də özünüz üçün. Yəni, hər dəfə yazırım ki, mən də bunu belə deyək də, çətin gəlməsin də sizin üçün. Bunu yazırıq, davam edək.
Biz de bunu sehir açmaqla düzəltmirik. Yəni biz də baxmışıq, oxuyuruq, görürük. Gördünüz mü? Siz də baxın, bax qaz qanunudur. PV bölü T nədir? Konstantdır. İzobardır. Bar sözü təzyiq deməkdir. Məsələn, barometrlər təzyiq ölçülür. Bar sözü təzyiq deməkdir. İzo sabit, təzyiq sabitdir. Təzyiq sabitdirsə, burada V bölü T konstant olar. Onda VT ilə necə mütənasib olar? Düz. Sonra M-in yerinə də rho yazsam, M-in yerinə də V-nin yerinə də M bölü rho yazsam, M bölü rho T bərabər konstant, M də konstant, onda rho T də konstant. Rho T də konstant oldu, rho ilə T necə mütənasibdir? Tərs asıl. Gördün mü? Yəni bunu yazdım oraya gelir. Oldu? Hə, indi gəl burada qrafiklərə baxaq. Deməli, izotermik genişlənmə. Ümumiyyətlə, məsəl üçün, izotermik genişlənmədə nə yazacaq? Məsələn, izotermik genişlənmə nə anlama gəlir? Öz üçün baxın. İzotermik nə sabit? Temperatur sabitdir. Düz, düz. Genişlənmə nədir? V artır. Yaxşı. Axı PV bərabər konstant deyildikmi? P ilə V necə asıldır? Tərs. P ilə V tərs. P azalmalıdır. Değil mi? Rho da bərabər M bölü V. V artırsa rho da azalar. Görsün mü? Rho ilə P düz asılır. Bir də N də azalar. N də N bölü V'dir. V artırda N də azalır. Və salam. İndi izotermik genişlənmə üçün bütün qrafikləri çəkin. PV ilə necə mütənasib olar? İzotermikdə tərs. Çünki izotermikdə PV ilə tərs. Genişlənirsə ox belə. PT ilə izotermikdirsə bu olmalıdır. Genişlənmə V artır, P azalmalıdır. Onda ox aşağı getməlidir. Rho T ilə necə mütənasib olar demişdik? İzotermikdir. İzotermikdir. Burada izotermik T konstant yazıram. Amma Rho nə ilə azalır? Burada deyil, genişlənir V artır. Rho P ilə düz asılı olduğunu biz biləcəyik. Çünki Rho-nu həmçinin PV bölü T konstantda yazaq, ya da ki düz olaraq P-in bölü RT-də də görə bilirik. Rho P ilə düz asılıdır, T konstantda. YK P ilə, deyək ki, YK-nın P-dən asılığı. YK-nın P-dən asılılığı, o üstə Rho-dan asılılığı da eyni olacaq. YK-nın təzyiqdən asılığı. Temperatur sabitdirmi? Bəli. YK da sabitdir. Düzgünəm. P nədir? Azaldı. Və s. Gördüm. İndi siz nə edəcəksiniz? Cəzabana. Bunu birinci özünüz çəkəcəksiniz. Yaxşı. Bilmədiniz, təzədən baxacaqsınız ki, niyə belə oldu? Və soruşalım. Burada heç də yoxdur. Həqiqətən deyirəm. Biraz maraq oyadın özünüz üçün. Ola bilər ki, biraz gecə öyrənəsiniz, amma sonunda öyrənəcəksiniz. Anatom. Deməli, izotermik sıxılma bunun tərsidir. İzobar qızma. Nə deməkdir bu? İzobar qızma. Bunu yazıram bura. Nə? İzobar qızma. İzobar. Bar sözü tərzi. P konstant. Bu üstə kütlə sabitdir. Kütlə verilmiş kütlədir. İzobar qızdırsa yəni. P konstant. İzobar qızmada qrafikləri çəkəcək. P konstant. Qızırsa temperatur artır. P konstant. Axı 3 dənə kəmiyyətdir. P, V, bir də T konstant. P konstant ise V ilə T düz mütənasib. Onda V də nə edəcək? Artar. V artarsa sıxlıq rho bərabər M bölü V rho azalacaqdır deyə biləcəm. Belədir. Onda izobar beləmi? P konstant. Harada P varsa sabit verilir. Sabit. Sonra oxları çəkərəm. P sabit. Burada P burada bu oxdadır sabit. Burada da P burada oxdadır sabit yazacaq. İndi gəlirəm oxlara. Deməli, izobar nədir? Qızmadır. Onda qızmada T artırsa V də artmalıdır. Böyle V oxu sağa getməyəcək. Qızmadır, T artmalıdır. Rho T ilə izobarda necə asılıdır? Rho bərabər nə? P'in bölüsü nə? RT. Rho T ilə P sabit isə tərs asılır. Amma qızırsa ox sağa. Görürsünüz mü? VT ilə necə asılıdır? VT ilə izobardırsa VT ilə düz asılıdır. Qızırsa Rho P ilə, Rho nədir? Azaldı, ox aşağı. İzobar qızmadır, değil mi? P sabit, burada tərzidirsə P sabit, qızırsa kinetik də artır deməkdir. Gördünüz mü? Gördünüz. Sonra keçək digərinə, məsəl ki, bu qrafik özünüz çəkər sözünüz üçün. İzobar soyma onun tərsidir. Gəl izoxorlara aid bütün qrafikləri çəkək.
Ne yazır? İzaxor qızma. İzaxor qızma nə anlama gəlir? İzaxor nə sabit? Həcm sabit yazıram. O cümləni belə ifadə edirəm. İzaxor qızma, yəni temperatur artır. V sabit. T artırsa P ilə düz, P də artır. V konstantdırsa, başqa iki kəmiyyət də konstant var dedim. Sıxlıq, bir də konsentrasiya da konstant. Təbii ki, verilmiş kütləli qaz üçün. Burada izoxordur. Həcm sabit, həcm sabit, həcm sabit. Burada da nə? Həcm sabit. İzaxor, deməli, T artırsa P də artır. T artır. P ilə T necə mütənasibdir? Düz asılı, hər ikisi artır. Çünki P T ilə düz asılı olmalıdır və konstant olması üçün. Rho T ilə necə asılı olmalıdır? İzaxorda rho sabit deyilmi? Bəli, rho da konsentrasiya da sabit. Yəni bunu bir qrafikdə yaza bilərik. O da sabitdir. Rho T ilə, amma qızırsa T oxsağa. Burada da oxsağa. Rho P ilə necə asılıdır? Təbii ki, asılı olmaz. Rho asılı olmaz. Bu ikinci dəfə rho yazmışam mexanik olaraq. Amma P neyir? Artır, olacaqdır. Qaldı YK. V sabitdir. Qızırsa YK da artır. Baxın belə. Dəyərli şagirdlər, mütləq yazın. Başa düşmədiyinizi çalışın. Ümumiyyətlə, fikrinizi bildirin. Necə başa düşə bilirsiniz? Və suallarınızı deyin. Belə deyək, yorumda suallarınızı da qeyd edin. Suallarınızı qeyd edin və biz bilək ki, sizin ən zəif yerləriniz hansı yerlərdir və onu biz təyin edək və ona aid də, onu anlamağınız üçün də müəyyən bir köməklik göstərək. Belə, sağ olun.